Deməli 20-si bayram bitdi Bakıda. Bizdə isə İsmayılda 21-i bayramı qeyd edirlər. Ona görə mototsiklimizi xodlayırıq, gedirik bayramı rayonda qeyd eləməyə. Gedirik, havada yağışlı olacağını güman eləyərək hər şeyimi götürmüşəm. Yavaş-yavaş yola düşəcəyik. Sabahınız xeyirli olsun bir daha. Mototsiklimiz hazırdır demək olar. Biraz kontrol elədim. Düzdür, dünən yağış yağıb deyənə biraz burada saxlamışdım. Üstü biraz çirklənib. Amma bu İsmailliyə getmək üçün heç bir əngəl deyil. Yolda yağış yağıb xeylaq. Yəni yağışa düşəcəyimiz ehtimalı da çoxdur, hava elə yağış havasıdır. Yağışdan qorxsaydıq, dünən yağışda bayram şənliyi keçirməzdik. Motosikl sürəndən sonra yağış insana ayrı bir zövq verir bu arada, buna deyim. Gəlib yuxarıdan benzin vuracaq və sonra yavaş-yavaş yolumuza davam eləyəcəyik. İsmaillə səfərimizin ilk dəqiqələri başlayır beləliklə. Artıq gəlmişik rayonun mərkəzindəyik. Neçə vaxt darıxmışdım rayonum üçün. Həqiqətən də çox gözəl havası var bu arada. Novruz abu havası var. Burada da görünür ki, milli atributları falan qoyublar. Axırıncı və neçə vaxtdır, neçə müddətdir ümumiyyətlə gəlmirdim rayona. Buradan İsmaillərə də salam olsun. Həqiqətən çox maraqlı oldu, yəni rayon səfərim. Hələ də davam edir olsa. Yəqin ki, 3-4 gün, 5 gün bəlkə də burada olacam. Buradan sonra görək yenə Bakıya qayıdıb şəhərimizə yenidən işə davam edəcəyik. Deməli, hər vaxtınız xeyirli olsun bir daha. Bu vloqumuz biraz səmimi vloq olacaq. Niyə görə səmimi? Çünki bugün mən həyətimizdəyəm, İsmaildə qaldığım yerdəyəm. Gördüyünüz kimi, bax bu da bizim bu rəng Çəhrayı Pantera bizim evimizdir, rayondakı evimiz və həyətimizi biraz tanış eləyəcəm sizə və bizim ümumiyyətlə, belə deyim də, bir sözlə mənim İsmaildəki yaşamımı kiçik də olsa siz artıq biləcəksiniz. İlk olaraq həyətimizi bir göstərim sizə. Qırğın. Baxın, bu bizim həyətimizdir. Yəni ki, haradasa tam oralar set qazar falan filan. Hələ sizə maraqlı bir mövzu danışım. Əvvəl burada bir arı yeşimiz vardı. İndi o tərəfdədir. İndi onu göstərəcəm sizə. Arı yoxdur içində, amma əvvəl var idi də. Deməli, burada nə idi məsələ? Arı yeşiyin üzərində, bax, bu qoz ağacından həmişə qozlar tökülür deyərəm. Amma da yığırdıq. Məsələ, baxın, elə burada da var, baba. Təbii. Organik qoz. Özdə bu həyətdə hər şey organikdir, yəni onu da deyim, bilin. Hə, nəysə, bu qoz ağacından belə qozlar tökülürdü. Mama da yığırdı arı yeşiyin üstünə, yığırdı, toplayırdı. Sonra qaba yığırdı, bir sözlə qurumağını gözləyirdi və qaba yığırdı. Mən isə, niyəsə, cibimi qozlarla doldururdum. Doldururdum və gedirdim, neynirdim? Qozu 1-2 dənəsini yiyirdim, sonra görüm ki, cimdə qalır. Ağıl yoxdur da, uşaq ağılı. Yəni, təzdən qabı bitərib qabına qoymaqdan, əlindən belə çıxardıb cimdən atırdım belə, həyətə. Bax, buralara zada səpirdim. Bax, indi burada bir qoz ağacı bitib, görürsünüz bu boyda. Bu qoz ağacı, bax, orada bir qoz ağacı, orada bir qoz ağacı mənim həmin atdığım o qozlara görə bitiblər, yəni. Və həyətimizdə harası bir 20-25-ə yaxın fındıq ağacı var. Belə deyim, bizim ailəmiz, ümumiyyətlə, qohum, əqrəba, hamısı bir məhlədədir. İndi mən getdikcə sizə göstərəcəm. Yəqin ki, ən azından kiçik də olsa fikriniz olacaq. Və bu qohum əqrəbənin də ortaq bir qapısı var. O qapıda bağa açılır. Hansı ki, bu bağda bizə aiddir. Bizim yəni nəslin həmişə bayramları bir yerdə qeyd elədiyi bağdır. Oranı da sizə göstərəcəm. Orada bulağımız var. Mənim babamın babasına aid. Yəni ki, qanı bulağı deyirlər.
Qaniyevlər, yəni ki, bizim nəsildə, yəni çox köklü nəsildə çox qədimə gedir, çıxır. Hə, o bulaqda məhz bizim nəsə əhvalatlar var ki, güya susuz qalıblar, neyniyiblər, gedib bir köz bastırıblar və oradan bulaq çıxır və s. Təbii ki, indi bunun reallığı nə dərəcədə bilmirəm, amma əsas odur ki, yəni ki, bütün bu məhəllələr bilir ki, o bulaq bizim babamızın adınadır. Burada da həmin o arı yeşiyini görə bilirik. Baxın, arı yeşiyi keçirik. Məsələn, bax, bütün qohumlarımızın şeyi, bax, bir dənə bu çəpərləndir. Yəni, bu çəpərdən keçdim, bax, bu heç vaxt bağlı olmur. Buradan keçdim, bura əmigilin evidir, məsələn. Tutaq ki. Bax, bura əmigilin evidir. Həmçinin bax o tərəfdəki də əmioğlugilin evidir. Əvvəl ümumiyyətlə setka idi. İndi sonradan bu setkalar çöküb dağıldığına görə, hər dəqiqə təmir eləmək çətin olduğuna görə şifr eləmişik. Bax orada əmioğlugilin evidir. Yəni belə deyim, burada hara olur olsun. Yəni bura əmim qızıngilin evidir. Yəni hamı bir-birinə qohum, əqrəbə, tanış, hamısı bir yerdədir. Bax uzaqda görsənən ev, o da əmioğlugilin evidir. Əmimgilin köhnə evləri, əmioğlugilin, yəni belə deyim, 5 qardaş olublar və bütün qohum əqrəbə burada yaşayıb. Və indi isə gedirik ortaq bağa. Hamımızın ortaq çıxışı var bu bağa. Bağımız da ki, buradan gedirik, yavaş-yavaş göstərəcəm. Buradan çıxırıq. Burada ortaq bağımızdır. Bax, bu hissə bizim, mən uşaqlığımdan hardasa özümü tanıyanlı 2000-ci illərdən, belə deyim də, uşaqlığım keçəndən. Burada yenə əmioğlugil yenə tonqal qalıyırlar, yavaş-yavaş hazırlaşırlar. Buradakı, bax, burada həmişə mən uşaqlığımda burada bayram keçirmişik. Bu bağda böyük bir bağdır. Bizə məxsus demək biraz bəlkə də düzgün deyil. Hətta heç kim heç nəyə məxsus deyil, amma yəni ümumiyyətlə. Gəlin gedək. Bax, bura əmioğlugilin evidir. Oradakı da əmioğlugilin evidir. Burada həmçinin. Bax, burada əmioğlugilin evidir. Burada yəni bütün gördüyünüz evlər hamısı əmioğlu. Belə də elə əmi tərəflərin hamısı bir sözlə bizim məhəllədir bura. Yəni ki, ümumilikdə. Sadəcə buradan yol açmışıq. Buradan da cəmaət gedib rahat şəkildə gələ bilsin deyə. Yəni ki, buranı bağlamamışıq. Ya bura bizimdir və s. və ilə axır. Buradan sakinlər işləyirlər. Bax, dediyim bulaq da buradır. Çox gözəl yerdir. Suyu çox dəhşətdir. Yəni ki, onun suyun soyuq havada belə içirsən, xəstələnmirsən. Burada əmioğlugilin evidir burada. Yəni əmioğlu, əmi nəvəsi belə deyim. Buralar hamısı bizimdir. Əmi nəvələri buradadır. Nəsə qaynadırlar. Ay, nə partladırsa orada? Yurna qarırlar burada. Ay, nə partladırsınız? Ay, düşmədi ora. Sizin gördüm. Qapağı niyə qoymamışam? Oturma, Ay, onu aşağıda elindən, pləkanla niyə eləyirsiniz? Düzdürə, tez elə, hayır, tez elə, tez elə. adamı deyəcək. Ay, ziyan yoxdur, can. Adamı deyəcək. Ay, bir də baxacam. Ay, qapaq ondan düşür. Gözdə şap tutar, şap tutar. Ay, ondan biraz uzaq durun, uzaq durun. Ora qoymayın, onu yerə qoyun onu, orada eləməyin. Gətir bura. Onu yerdə eləyin, orada eləməyin, partlayacaq buralar adam nə. Ay, yerdə eləyəcək, at bunu. Ay, uzağa at onu. Gedək bulağımızda, görün kimi bizim nəsil belədir, dana qırğın. Enerji partlaması bizdə elə bil hamı Red Bull içib gəlir. Reklam deyil bu. Zəhləm yer Red Bulldan da. Nəysə, bax, bura bizim bulağımızdır. Gördüyünüz kimi çox maraqlı, çox mistik yerə oxşayır. Bu ağaçlar hələ biraz quruyub gedib, indi daha illər keçib də. Burada da bax bulaq var. Gələk bu sudan da içək. Bu sudan içməsi olarmı heç deyən? Gələk bu sudan içək. Biraz palçıqlığamadır. Amma yerin gözəlliyi budur. Sən canı suya bax. Bəh, suya bax. Bura indi biraz eşdirməliyə yerə dönüb. Qurbağalar zadlar var. Ay Allah, belə şey mi olar, Oy, qəşəng. Adam heç, yəni ki, bax, açığı deyim, işim Bakıda olmasa heç
Yəni ki, rayondan çıxmaram da o qədər gözəl, o qədər səmimi, o insanların saflığı burada heç vaxt itmir. Bizim qohum əqrəbə də çox yaxındır bir-birinə, çox həssasıq bu mövzularda, yəni qohumluq əlaqələrində. Ona görə möhtəşəmdir. Super. Gedək tonqalın yanına, tonqalımıza baxaq. Bax, o biraz gödəymiyor da ona. Buranda yaxşı vursun. Qıradır. Kim çəkir çəksin. Maşın gəlir, maşını partladacaq. Maşın patladı. Allah qıqasın. Gözlə qoy maşın keçsin. Bırak çək. Şu. Çək çək. Qaçın.